Bu Allah evidir. Bu müqəddəs evdir. Məscidə gəlmək, Allah'a itaat etmək, Allah'ın əmrlərini yerinə yetirmək hər bir insanın borcudur, hər bir müsəlmanın borcudur. Və mən çox məmnunam ki, Gürcistan torpağında, Tbilisi şəhərində Azərbaycanlıların belə bir ibadətgah yeri var, özlərinin məscidi var və bu məsciddə hər bir Azərbaycanlı, hər bir müsəlman gəlib Allah'a itaat edib, dua edib, öz müsəlmanlıq borcunu yerinə yetirmək imkanı var. Bu böyük nemətdir və bunu mən yüksək qiymətləndirirəm. Mən bura gəlməyə münasibətilə birinci öz adımdan Quran-ı Kərimi Azərbaycan dilinə tərcümə olunmuş, Azərbaycan dilindəki siz oxuya biləsiniz. Bu Quranı sizə təqdim edirəm. Sizin məscidə mənim xalçamı qəbul edin ki, Allah qəbul edin. Azərbaycan prezidentinin xalçası. Allah qəbul edin. Allah qəbul edin. Bu da sizin məsciddə xalçamı da qəbul edin. Bunları da məndən məscidə yadigar kimi saxlayın. Sağ olun.